Atabəy bədii filmi 2020-ci ildə istehsal olunub. Filmin prodüseri və rejissoru İranlı Niki Kərimi və senaristi Azərbaycan əsilli məşhur aktyor Hadi Hicazifərdir. İran kinematografiyasının ulduzu Cavad İzzəti kimi aktyorlar da bu filmdə rol alıblar. Atabəy filmi personaj mərkəzli dramdır. Filmin hekayəsi başrol personajının başqalarına məhəbbətlə yanaşa bilməsi və eyni zamanda özünə qarşı nifrət bəsləməsi haqqındadır. Bu nifrətin kökü Atabəyin keçmişindəki iki hadisəyə əsaslanır. Uğursuz eşq həyatı və bacısının ölümü. Alo yana. Ev oturdum dedim birdən məhəbbəti vəzifənin iştibah tutmasın. Araba oldu. Düşüyorlar. Filmdə İran-Azərbaycanın təbiətindən göz oxşayan görüntülər və bəstəkar Hüseyn Əlizadənin musiqisi diqqət çəkən məqamlar arasındadır. Elə buna görə də bəzi tənqidçilər Atabəy filmində Abbas Kiarostami və Nuri Bilgə Ceylan kinosunun izlərini görməyin mümkün olduğunu bildiriblər. Bu film İranın ən nüfuzlu film festivalı olan Fəcr Film Festivalına qatılan ilk uzun metrajlı Azərbaycan dilli film olub.